Süni zəka və romandan danışacağıq. Süni zəka həyatımızın mərkəzinə yerləşib. ChatGPT çox sürətlə Coca-Cola qədər məşhur ada, sözə, brendə çevrilib. Süni zəka təbii zəkanın nümayəndələrini, yəni yazıçıları da yeni, aktual mövzu kimi çox maraqlandırır. Maşınlar, kompüterlər roman yaza bilərmi? Onlar insan hisslərini, insan dilini axıracan imitasiya edə bilərmi? Bunlar çağdaş romançılar üçün maraqlı suallardır. Məsələn, biz süni zəkanı adətən məntiq, hesablama, alqoritm, data kimi açar sözlər vasitəsilə başa düşürük. Bəs yaxşı bir maşın, bir süni zəka, mənəvi və ya dini həssaslığa sahib ola bilərmi? Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazuo Ishiguro Klara və Günəş romanında bu suallara cavab axtarır. Romanın təhkiyatçısı Klara uşaqlar üçün yaradılmış süni dostdur. Günəş enerjisi ilə işləyən Klara vaxt keçdikcə ona həyat bəxş edən günəşə qarşı dini bağlılıq keçirir. Ondan asılı olur. Get-gedə Klara günəşi təkcə özü üçün enerji mənbəyi kimi yox, həm də insan dostu, xəstə Josini sağaldan ilahi bir güc kimi görməyə başlayır. Klaranın mənəvi ritualları çox sistemli olur. Özünə bir məbəd seçib, davamlı dua eləyir günəşə. Josinin vəziyyəti pisləşdikcə, Klara daha konkret əməllərə keçir. Günəşin havanın çirkliliyini sevmədiyini bildiyi üçün, ətraf mühiti kirləndirən bir maşını məhv etmək qərarına gəlir. Mühəndislər, menecerlər süni zəkanın ancaq məntiqi bacarıqlarına, analitik imkanlarına köklənsələr də, ədəbiyyatçılar onun insan şuurundakı inanc, bağlılıq, asılılıq, fədakarlıq kimi cığırlarda özünü necə aparacağını anlamağa çalışırlar. Klaranın özündən daha böyük hesab etdiyi güclə əlaqə qurmaq, ona təslim olmaq istəyi bizi zəkanın təbiəti ilə bağlı ehtimallarımızı yenidən düşünməyə dəvət edir. Yan McEwan'in Mənim kimi maşınlar romanında bir android var. Adı Adəmdir. Adəmin yiyəsi Charlie'dir. Bir dəfə onlar mübahisə edirlər. Yiyəsi Adəmi söndürmək istəyəndə gözlənilməz bir reaksiya ilə qarşılaşır. Adəm öz varlığını qorumaq instinkti ilə Charlie'nin biləyini sındırır. Sonra isə onu belə təhdid edir. Bir də məni söndürməyə çalışsan, sənin qolunu bütövlüklə yerindən qopardaram. Öz varlığını dərk edən və həyatda qalmağı əsas prinsipə çevirən, faili muxtar bir süni zəka yiyəsi olsa da, bir insanın ona zərər vermək cəhdini böyük eksistensial təhdid saya bilər. Yan McEwan'in Mənim kimi maşınlar romanında android Adəm ədəbiyyatın, romanın gələcəyi haqqında da proqnozlar verir. O, bütün ədəbiyyat tarixini sürətlə öyrənərək belə bir radikal qərara gəlir. İnsanlar maşınlarla evlənməyə başlayanda ədəbiyyat lazımsız olacaq. Çünki biz bir-birimizi ideal səviyyədə başa düşəcəyik. Bəlkə də yeganə ədəbi növ kimi haiku salamat qalacaq. Hər şey olduğu kimi sakitcə ifadə edən haiku. Adəmin məntiqi belədir ki, əgər biz bir-birimizi ideal səviyyədə anlamağa başlasaq, mürəkkəb insani qarşıdurulmaların mənası qalmayacaq. Onda bizim çoxsaylı sitatlara, dil oyunlarına, intertekstuallığa, başqa əhvalatlara eyham vurmağa ehtiyacımız olmayacaq. Bircə haikunun anlıq, sakit, indiki anla bağlı müşahidələri maraqlı olacaq. Məncə 1000 il, milyon il sonra bircə haiku qalacaqsa, yəni bircə kiçik şeir forması qalacaqsa əlimizdə, biz o şeirdən başlayıb yenidən böyük bir ədəbiyyat tarixi yaradacağıq. Bir dəfə elədiyimiz kimi.